Üçüncü rükünü namazın qiraatul Fatihə, Fatihə surəsini oxumaq. Fatihə surəsi Quranda hamımız bilir ki, Qur'anın ən əzəmətli surələrindən birisidir. Və onu oxumaq hər namazda, əksinə hər rükətdə onu oxumaq şeyx deyir ki, nədir? Rükündür. Əgər bu tərk olunasa namaz yoxdur. Buna görə də Allah Subhanahu taala Fatihə surəsini gün ərzində 17 dəfə, yəni fərz namazlarında qullara oxumağa vacib etmişdir, qulların üzərinə. Bunu oxumağa vacib etmişdir. Və həzə mimmə yədul alə azimi şə'nil Fatihə və azimi şə'nihə fis-salat. Ən Allah Subhanahu taala səmməhə salatan kəmə fi hadisil qudsi. Bu da nəyə dəlalət edir? Fatihə surəsinin, yəni əzəmətli şə'ninə və həmçinin namazda onun nə qədər önəmli yer tutduğuna dəlalət edir. Allah Subhanahu taala çünki bunu namaz adlandırmışdır Fatihə surəsini. Necə ki Allah Subhanahu taala qudsi hədisdə deyir ki: "Qasamtu salata beyni və beynə abdi nisfeyni." Mən namazı qulumla özüm arasında 2 yerə böldüm. Və li abdi ma səhal. Və quluma istədiyi veriləcək. Fə izə qala'l abd qul elhamdülillahi rabbil alamin dediyi zaman, namaz qılan elhamdülillahi rabbil alamin dediyi zaman qalallahu Teala, Allah Subhanahu taala deyər ki: "Həmədəni abdi." Qulum mənə həmd etdi. Və izə qalə Ər-Rahmanir-Rahim, namaz qılan kimsə Ər-Rahmanir-Rahim dediyi zaman Allah Subhanahu taala deyər ki: "Əsnə aleyyə abdi." Qulum mənə səna etdi, təriflədi. Və izə qalə Maliki yevmiddin, namaz qılan kimsə Maliki yevmiddin dediyi zaman Allah Subhanahu taala deyər ki: "Məccədəni abdi." Yəni qulum məni əzəmətləşdirdi, tənzim etdi, təzim etdi. Fə izə qalə İyyəkə na'budu və İyyəkə nəstəin, namaz qılan kimsə bu kəlməni dediyi zaman, bu ayəni oxuduğu zaman Allah Subhanahu deyər ki: "Həzə beyni və beyni abdi və li abdi mə səəl." Bu mənimlə qulum arasındadır və quluma da istədiyi veriləcək. Çünki qul orada nə istədi? İyyəkə na'budu və İyyəkə nəstəin. Qul burada deyir ki, biz yəni sənə ibadət edirik, yalnız səndən istəyirik. Allah Subhanahu ondan sonra deyir ki, bu qulumla mənimlə qulum arasındadır və quluma da istədiyi veriləcək. Və namaz qılan kimsə deyir ki: "Ehdinəs sıratal müstəqim." Bizi doğru yol yönəlt. Sıratal-ləzīnə nə'amtə aleyhim, nemət verdiyin kəslərin yoluna, qayril məğdubi aleyhim vələd-dallin. Azmışların və qəzəbə düşər olmuşların yoluna yox. Qəzəbə düşər olmuşlar Yahudilərdir, azmışlardan Nasranilər. Bunların yoluna yox. Onda Allah Subhanahu nə deyir? Allah Subhanahu deyər ki: "Qalə həzə li abdi və li abdi mə səəl." Bu qulum üçündür və quluma istədiyi veriləcək. Və sahha an-nəbiyyinə aleyhissalatu vesselam ennehu qal, Peyğəmbər sallallahu əleyhi və səlləmdən səhih olan hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki: "La salata limen lem yaqra bi Fatihətil kitab." Yəni Fatihə surəsini, kitabın açarı olan Fatihə surəsini oxumayanın namazı yoxdur. Həmçinin Fatihə surəsinin adlarından birisi də Ummul Qur'an, Qur'anın anası olaraq adlanır. Çünki alimlər deyir ki, Qur'anın təfsilatlı özündə əhatə etdiyi məsələləri Fatihə surəsi mücməl olaraq, qısa olaraq özündə əhatə etmişdir. Çünki Fatihə surəsində çoxlu ibrətli və faydalı, əzəmətli dərslər vardır. Yəni, hər bir müsəlmandan da vacib olan odur ki, Qur'an-ı Kərimi tədəbbür eləsin. Necə ki, Allah Subhanahu taala deyir ki: "Əfələ yetədəbbərunəl Qur'an." Məgər onlar Qur'anı tədəbbür etməzlərmi? Yəni, müsəlmanın da üzərinə düşən vacib olan Qur'anı tədəbbür etmək, xüsusi olaraq da Fatihə surəsinin mənalarını dərk etmək, başa düşmək bunun üzərinə vacibdir ki, hətta oxuduğunu tam şəkildə nəyin oxuduğunu, nə oxuduğunu bilsin və orada keçən ayələrlə yaşamış olsun. Deyir ki, şeyx deyir ki, məsələn, təəssüf olsun ki, bir kimsə uşaqlığından namaz qılır, 70 yaşına qədər namazdadır bu insan, baxmayaraq ki, bu qədər illəri namaz qılır, hər namazında nə qədər bu Fatihə surəsini oxuyub, amma Fatihə surəsindən bir payı yoxdur. Yəni, orada nədən söhbət getdiyindən bunun anlayışı yoxdur. Ona görə də vacib olan odur ki, bu surələri, bu ayələri tədəbbür eləsin və onun mənalarını dərk eləməyə çalışsın insan və onun dəlalət etdiyi mənalar nədən ibarətdirsə, onu başa düşməyə çalışmalıdır Fatihə surəsinin. Çünki burada müxtəlif növ ibrətli dərslər vardır həmin Fatihə surəsində. Ona görə dedi ki, namaz qılan üzərinə düşən odur ki, namaz qılan kimsə Fatihə surəsini oxuduğu zaman onu elm üzrə, yəni başa düşərək, dəlalət etdiyi mənaları dərk eləyərək oxumalıdır. Sadəcə mücərrəd olaraq Elhamdülillah Rabbil Ələmin, Ər-Rahmanir-Rahim, Maliki yevmiddin belə yox. O ayələr nədən ibarətdir? O ayələr nədən söhbət gedir orada? Allah'a şükür ki, təfsir kitabları, Azərbaycan dilində tərcümə olunan təfsir kitabları var. Bu barədə yəni həmin surənin şərh edən tələbələrin dərsləri var. Ona görə hər kəsin üzərinə vacib olan odur ki, qulaq alsın, dərk eləsin, başa düşsün ki, oxuduğunu, nəyin oxuduğunu bilsin. Çünki deyir ki, şeyxdir ki, təəssüf olunan əmrlərdən, işlərdən birisi də odur ki, insanlardan çoxu
Fatihə surəsini oxuyur, amma oxuduğunu dərk etmir. Orada deyir ki, ehdinə sıratal müstəqim, bizi doğru yola yönəlt. Halbuki o kəlmə ayət duadır. Bu sözdən Allah Subhanahu taala dua edir. Nə istəyir bu duada? Ən əzəmətli olan şeyi istəyir. O da ən əzəmətli olan, ən ucu olan tələbi istəyir Allah Taala'dan. O da ki, Allah Subhanahu taala'dan onu hidayət yoluna yönəltməsini istəyir. Həqiqətən bu, nemətlər içərisində ən əzəmətli nemətlərdəndir. Tələb olunan şeylər içərisində ən əzəmətli tələb olunan şeylərdən birisi də budur ki, hidayət neməti. Qul deyib, baxmayaraq bunu istəyir Allah Subhanahu taala'dan. Buna görə də Allah Subhanahu taala bizim üzərimizə gündə 17 dəfə bu Fatihə surəsini oxumağı vacib etmişdir. Hətta Allah Subhanahu taala'dan özümüzə hidayət istəyək, doğru yolda sabit qalmağını istəyək. Namazın 3-cü rükünü Fatihə surəsinin oxunması.